Vüsati hərəkətdən cismin kinetik enerjisinin koordinatdan asılı qrafiki verilmişdir. 8 metr yolda əvəzləyici qüvvənin işinin modulunu hesablayın. Əvəzləyici qüvvənin işi bizə məlumdur ki, kinetik enerjinin dəyişməsinə bərabərdir. Və biz baxırıq ki, burada 8 metr yolda dediyi üçün son kinetik enerjini 90, başlanğıc kinetik enerjini 10 götürürük. Dəyişməsi olacaq 90 çıxız 10 deyirik, 30 götürürük. 90-dan 30 çıxırıq, eləyir 60 joule. 60 joule doğru cavab B variantı olacaq. Sürtünməsi hissədə sükunətdəki 20 kg kütləli cisim 100 Newton qüvvənin təsiri altında 10 metr yerini dəyişir. Buna əsasən bu cismin impuls dəyişməsinin modulunu hesablayaq. Biz bilirik ki, iş bərabərdir. Üfüqi səthdə sükunətdə idi, başlanğıc sürəti 0-dır. Bunu da qeyd edək, o demək başlanğıc impuls da 0-dır. İş həm kinetik enerjinin dəyişməsinə bərabərdir. Bu da həm də son kinetik enerjini verir, çünki başlanğıc enerji 0-dır. Kinetik enerjində biz P kvadrat bölünsün 2M düsturunu bilirik. Həm də iş F-ə bərabərdir. F vurulsun S bərabər olacaq. Burada P kvadrat bölünsün 2M. Və biz buradan impuls dəyişməsini tapsaq, başlanğıc impuls 0 olduğu üçün delta P ilə P-yə bərabər olur. Buradan P-ni tapsaq, kök altında 2FS vurulsun M olacaq. Yəni biz ayrı-ayrı da hesablayıb da bərabərləşdirə bilərik. Və yaxud da ki, birbaşa da burada yerinə qoya bilərik. 2FS vuraq M hesablasaq 2, 4, 4-dən kökdən 2 çıxır. Burada da 10.000-dir, 10.000-dən də 100 çıxır. Edir 200 kilogram vurulsun, metr bölünsün, saniyə və yaxud da Newton saniyədə götürə bilərik. Doğru cavab olacaq D variantı. X soğuqca düz xətli bərabər tərcə hərəkət edən başlanğıc koordinatı 30 metr olan X0 bərabərdir 30 metr. Cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Onun saniyənin sonunda cismin koordinatını hesablayın. Biz buradan koordinatın tənliyini yazsaq, bu cisim 4 saniyədə OX soğun əksinə yavaşlayan, növbəti isə OX soğu istiqamətdə yeniləşən hərəkət eləyir. Koordinatın tənliyini yazsaq, X0 üstə gələk S yazmalıyıq. Yer dəyişmə, S sadəcə burada yer dəyişmədir. V-nin T-dən asılı qrafikinə görə bizə məlumdur ki, yer dəyişmə və qrafiklə zaman ox arasında qalan fiqurun sahəsidir. Birinci S1-i təyin eləyək. 4 vurulsun. -8 bölünsün 2-yə, yer dəyişmədə bilir ki, mənfi nəzərə alınır. Eləyir burada 4-dən 2 getdi qaldığı üçün -16. Sonra S2-ni təyin eləyirik. 4-dən 10-a qədər 6 vurulsun. 12 bölünsün 2-yə. 12 ilə 2 getdi qaldı burada 6. 6 eləyir 36. Ümumi yer dəyişməmiz nə qədərdir? 36-ın üstünə -16 gələndə eləyir 20 metr yer dəyişməmiz var. Və X0-ımız da 30 olduğu üçün 30-un üstünə 20 gəlirik. O da bərabər olacaq 50 metr olacaq. Doğru cavab 50. Yəni C variantı. Bloklar sistemi vasitəsilə şaquli istiqamətdə sabit təcillə qaldırılan cismin kütləsini hesablayaq. Biz bilirik ki, burada bir tərpənən blok var, bir də tərpənməz blok var və bu blok sistemi deməli qüvvədə 2 dəfə qazanc verir. Yəni F bərabərdir. MJ bölünsün 2 olmalıydı. Amma cisim yuxarı təcillə qaldırıldığı üçün şaquli istiqamətdə sabit təcillə yuxarı yönəlmiş təcillə qaldırıldığı üçün J yox, J plus A olacaq. Və buradan da hesablasaq M bizdən istəyir zaten. M vurulsun. J plus A-nın yerinə yazaraq 12 bölək 2. F-in də qiyməti bizdə məlumdur. F-in qiymətində 60 verib. 60 bərabərdir. 12 ilə 2 getdi qaldı. 6 M-ə. M də nə qədərmiş? 10 kilogram imiş. Doğru cavab C variantı. Qüvvə momentinin vahidi Newton vurulsun metrdir. M bərabərdir çünki F vurulsun D-dir. Doğru cavab C variantı. Cismə təsirlə əvəzləyici qüvvənin cismin kütləsinə asılı qrafikinin cədvəli verilmişdir. Cədvəldən istifadə edərək məlum olmayan təcilin qiymətini hesablayın. Deməli, biz buradan baxırıq ki, qiymətlər getdikcə hesablasaq, Newton ikinci qanuna görə M bərabərdir F bölünsün A-ya. Eyni cisim olduğu üçün kütlələri eynidir. 10-u da 5-ə böləndə 2 eləyir. 8-i də 4-ə böləndə 2 eləyir. 6-nı da 3-ə böləndə 2 eləyir. Deməli, kütləmiz 2 kiloqram imiş. Onda biz təcili tapanda A da bərabərdir F bölünsün M olacaq. F-imiz
4-dürsə, kütləmiz də 2-dirsə, təcilimiz də 2-yə bərabər olacaq. Burada olacaq 2. Doğru cavab A variantı. Koordinatı zamanı qrafikdən istifadə edərək hansı hal və ya hallarda cisim koordinat başlanğıcından hərəkətə başlayır? Biz baxırıq ki, koordinat başlanğıcından x00 olan birinci və ikinci hallarda bu bərabər yeniləşən, bu isə bərabər sürətli hərəkətdir. Burada isə başlanğıc koordinat var. Koordinat başlanğıcından hərəkətə başlayan cisimlər 1 və 2-ci cisimlərdir. Doğru cavab A variantı. Cismin çəkisinin vahidi Newtondur. Doğru cavab A variantı. Elastik yayın sərtliyi hansı cihaz və ya cihazla ölçülə bilər? Sərtlik Hooke qanununa görə F bölünsün X-la təyin olunur və dinamometr və xəttkeşlə və yaxud da tərəzi və xəttkeşlə də ölçülə bilər. Doğru cavab Y variantı. Sükunət vəziyyətindən, yəni başlanğıc sürət 0-dır, A bərabərdir 8 metr bölək saniyə qədər təcil hərəkətə başlayan avtomobilin 9-cu saniyənin sonunda sürətini hesablayın. T bərabərdir 9 saniyə müddəti, 9-cu saniyənin sonu ilə 9 saniyə müddəti deyilir. V bərabərdir suala. V bərabərdir V00 olduğu üçün təkcə olacaq AT, yəni 72 metr bölək saniyə. Doğru cavab D variantı. K nöqtəsindən 20 metr bölək saniyə sürətlə atılan cisim 4 saniyədə L nöqtəsindən 12 metr bölək sürətlə keçir. Mail müstəvidə cisim hərəkət təcilinin modulunu hesablayın. A bərabər olacaq V çıxılsın V0 bölünsün T-yə. Son sürət 12, çıxaq başlanğıc sürət 20 bölək 4. Qalacaq təcilin qiyməti. Burada bizdən təcilin modulunu istədiyi üçün mənfinə nəzərə almayacaq. Sadəcə mənfi olduğu üçün 20-dən 12 8, 8-i də 4-ə böləndə eləyəcək mənfi 2. Modul dediyi üçün 2 götürürük. Doğru cavab B variantı. Cisim yerdən 50 metr bölək saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılır. Cismin maksimal qalxma hündürlüyünü hesablayaq. H maksimal bərabərdir V0 kvadrat bölünsün 2J-yə. O da bərabər olacaq 50-nin kvadrat eləyir 2500 bölünsün 20, 2J 20 eləyir, 0 getdi. 250-də 2-yə böləndə eləyir 125 metr. Doğru cavab olacaq Y variantı. Sürtünməsiz üzvi səthdə şəkildəki kimi iki qüvvənin təsiri ilə cisim K nöqtəsindən L nöqtəsindən 4 metr yol gedir. Əvəzləyici qüvvənin gördüyü işi hesablayın. Deməli, biz buradan sürtünməsiz səth olduğu üçün burada heç bir sürtünmə qüvvəsi təsir etmir. Ona görə də bir düzqaçı əks istiqamətə yönəlmiş birinci əvəzləyici qüvvəni təyin edirik. Əvəzləyici qüvvə əks istiqamətə yönəlində qüvvələr onların fərqinə bərabər olur, eləyir 6 Newtona bərabər və əvəzləyici qüvvənin işini tapanda həmin əvəzləyici qüvvəni vururuq yer dəyişməyə. Yəni 6-nı vururuq 4-ə, o da bərabər olacaq 24 joule iş görəcək. Doğru cavab A variantı. 5 Newton ağırlığındakı top 200 metr hündürlükdən sərbəst buraxılır. Bu cismin yerə satana qədər ağırlıq qüvvəsinin gördüyü işi hesablayın. Deməli, ağırlıq qüvvəsinin işi FH-dır. MGH və yaxud da FH, MG'si 5 Newton, H-ı da 200 olduğu üçün eləyəcək 1000 joule. Doğru cavab olacaq D variantı. Boşluqda hansı söz olmalıdır? Vahid zamanda görülən işə güc deyilir. Doğru cavab A variantı. Düzxətlə bərabər təzə hərəkətdən cismin sürətinin zamanı asılı qrafikindən istifadə edərək ikinci saniyənin sonunda cismin sürətini hesablayın. İkinci saniyənin sonunda sürəti tapmaq üçün biz hərəkət təcilini tapmalıyıq. Çünki son sürət V bərabərdir. Bərabər yeniləşəndə, o istiqamətdə bərabər yeniləşəndə V0 plus AT olacaq və A-nı da təyin eləsək, V çıxılsın V0 bölünsün T-dir, düzdür. Biz məlum sürətlərlə biz təcilin qiymətini hesablayırıq. Deməli, son sürəti götürürük 26 çıxaq, başlanğıc sürəti götürürük 10, bölək T-dəki 4-dür. 4 saniyədə çünki son sürəti 26 idi. 26-dan 10 çıxanda qalır 16, 16-nı da 4-ə böləndə eləyir 4. Və salam son sürəti də təyin edək. V0-mız 10, üstə gələk A-mız 4, T-dəki 2 saniyədəki istədiyi üçün isə 2 olacaq. Eləyəcək burada 18. Cavab olacaq D variantı. 18. Sərbəst düşən 30 kiloqram kütləli cismin çəkisini hesablayaq. Sərbəst düşən zaman cisim çəkisi şəraitində olur. Doğru cavab B variantı. Gücü, yəni N bərabərdir 5 watt. Olan mexanizm 10 saniyədə T bərabərdir 10 saniyədə gördüyü işi istəyir. A bərabər sual. N bərabər də A bölək T olduğu üçün A bərabər olacaq N T-yə. Yəni 50 joule iş görüləcək. Doğru cavab A variantı. Eyni ağırlıqlı 3 oğlan
Yerdən hündürlükləri eyni olan sürüşkənlərdən sürüşür. Yerə çatan anda bu oğlanların ağırlıq qüvvələrinin işi arasında hansı münasibət doğrudur? Ağırlıq qüvvəsinin işi MGH-dır. H-ları da eyni, MG-ləri də eyni olduğu üçün və ağırlıq qüvvəsinin işi trayektoriyanın formasından asılı olmadığı üçün bərabər olacaq. Doğru cavab olacaq A variantı. 5 kg kütləli cisim 60 Newton qüvvə ilə yuxarı doğru dartılır. Bu cismin hərəkət təcilini hesablayın. Yuxarı doğru qaldırılırsa F bərabərdir. Burada P-yə P ilə F bərabərdir. Deməli bu cisim yuxarı doğru dartılır. Hərəkət təcilini hesablayın. Yuxarı qaldırılma, yuxarı doğru təcillə qaldırılırsa onda olacaq F bərabər M vurulsun J üstə gələk A. Buradan da biz A-nı tapmaq istəsək, F-in yerinə yazırıq 60 bərabərdir. M vurulsun 10 üstə gələk A-ya. 60-la 5 gedir, qalır 12. A da bərabər olacaq 2-yə. Doğru cavab B variantı. Çeviri üzrə bərabər sürətlə hərəkət edən cisim cismin A nöqtəsindəki impulsu hansı istiqamətə yönəlir? Biz də bilirik ki, cismin impulsu sürət istiqamətinə, qüvvə impulsu isə qüvvə istiqamətinə yönəlir. Cismin impulsunu istədiyi üçün və cismin hərəkət istiqaməti də bizə məlumdur. Sürət bu istiqamətə yönəldiyi üçün impuls da ondan eyni istiqamətə yönələcək. Yəni cismin impulsu istədiyi üçün cavab olacaq 4. Doğru cavab D variantı. Fr kvadrat bölək M1 M2 bu gravitasiya sabitini bizə verəcək. Doğru cavab olacaq D variantı. Ümumdünya cazibə qanununa əsasən. Yer səthindən 3 yüksəklikdə peykin sürətin kilometr bölək saniyə ilə hesablayın. H bərabərdir 3 yer olarsa və yer səthi yaxınlığındakində birinci kosmik sürətin qiymətini V 8 kilometr bölək saniyə verib. Sürətin, kosmik sürətin düsturu J vurulsun, M bölünsün, R üstə gələk H-a bərabərdir. Bu V isə bərabərdir. Yer səthi yaxınlığında deyəndə J vurulsun, M bölünsün, təkcə R götürülür. Əgər biz H-ın ifadəsinin yerinə yazsaq, J vurulsun, M bölünsün, H-ın yerinə 3 yer yazsaq, burada 4 R eləyir. 4-də 1-dən də kökdən 2-də 1 çıxır. Kök altında J vurulsun, M bölünsün, R olacaq. Bu da bizə bərabər 2-də 1 vurulsun. 8 eləyəcək 4 kilometr bölək saniyə. Doğru cavab olacaq 4. Kütləsi 8 kiloqram olan cisim 10 metr bölək saniyə sürətlə düz xətlə bərabər sürətlə hərəkət edir. Bu cisim kinetik enerjisini hesablayaq. Y kinetik bərabərdir. MV kvadrat bölünsün 2. Bərabər sürətlə hərəkət edirsə müəyyən sürəti varsa kinetik enerjisi var. 8 vurulsun 100 bölünsün 2. V-nin kvadratı 100 eləyir. Burada qalır 4, eləyəcək 400 joule. Doğru cavab olacaq 400. Qüvvənin uzanmadan asılı qrafik şəkildəki kimi verilib. Yay 20 cm sıxılan zaman yayda yaranan potensial enerjini hesablayın. F-in x-dan asılı qrafikinə görə həmin yayın sərtliyini təyin edək. F bölünsün x-a. F də bərabərdir. 100 bölünsün x-da metrlə verib. 100 bölək 2 eləyir 50-yə. 50 Newton bölək metr və buradan da potensial enerjinin düsturunu Kx kvadrat bölək 2-ni hesablamalıyıq. Çünki 20 cm üçün istəyir. K 50, 20 cm metrə çevirəndə eləyir 0,2 metr, kvadrat eləyəcək 0,4 bölünsün 2-yə. 4 ilə 2 gedir, qalır 0,2-yə. 50-nin 0 ilə bunun bir gedir 0,2. 5-i 0,2-yə vuranda eləyəcək 1 joule. Eyni ölçülü bir cins K, L, M cisimləri şəkildə kimi şkafın rəflərinə qoyulur. Cisimlərin yerə nəzərən potensial enerjilər arasında hansı münasibət doğrudur? Gəlin baxaq. Gəlin birinci biz cisimlərin tək-tək potensial enerjisini hesablayaq, sonra rahat cavabı seçə bilərik. K cisminin potensial enerjisini hesablasaq, K cismi yerdən H hündürlüyündədir. Kütləsi də 2M-dir. Yazırıq onun potensial 2mJ vurulsun H-a. İndi keçdik M cisminin potensial enerjisini hesablayaq. M cismi ikinci rəfdədir, 2H hündürlüyündədir. Kütləsi isə 3M-dir. 3M J vurulsun, amma 2H-a eləyir 6mJ-H-a. Sonra isə YL cisminin potensial enerjisini hesablasaq, L-in kütləsi M-dir, EMJ, amma hündürlüyü 3H-dadır. 3H olacaq. 3mJH. Buradan biz indi cümlələri seçə bilərik. K cismin potensial enerjisi L cismin potensial enerjisindən böyükdür. K-nın potensial enerjisi L-dən böyük deyil.
L cismin potensial enerjisi K cismin potensial enerjisindən böyükdür, doğrudur. Çünki L-inki K-dan böyükdür. L cismin potensial enerjisi M cismin potensial enerjisindən böyükdür. L M-dən də böyük deyil, yanlışdır. L cismin potensial enerjisi K-nın potensial enerjisindən bərabərdir, yanlışdır. M cismin potensial enerjisi L və K-nın potensial enerjisindən böyükdür, doğrudur. Doğru cavab olacaq 2, bir də 5. Hərəkəti düz xətli olan 3 cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. 1-ə uyğun gələnləri tapaq. XT qrafikləri verilib. Cisim X oxu istiqamətində hərəkət edir. 1-ə uyğundur. A. Cisim X oxunun əksi istiqamətdə hərəkət edir. 3-ə uyğundur. B. Cisim sükunətdədir. Koordinat dəyişmirsə, cisim sükunətdə olarsa bura uyğundur. Sürətin proyeksiyası müsbətdir. 1-ə uyğundur. Proyeksiya mənfidir. 3-ə uyğundur. Doğru cavab A, D, C, B, Y. Bərabər bölgülü səksizliyin yüklərin köməyi ilə çəkirdəki kimi tarazlıqdadır. K cisminin ağırlıq qüvvəsinin 30 Newton olduğunu bilərək, bunun ağırlığı 30 Newtondur, olduğunu bilərək L cismin çəkisini hesablayaq. P-ni bizdən istəyir. Və momentdə biri bilir ki, linki sadə qəbul istiqamətə, digəri sadə qəbul əksinə fırladır və momentlərini bərabərləşdirək. Yəni 30 vurulsun 2 bərabərdir. P vurulsun 3-ə. Yəni qüvvəni qola vurduq, oldu moment. Və buradan da 30-dan 3 aparaq burada 10 qalır. P bərabər olacaq 20 Newton. Doğru cavab olacaq 20 Newton. Şəkildə təsvir olunmuş bloklar sistemində ipin sərbəst uzanan təsirdən qüvvə 20 Newtondur. Yəni F bərabərdir 20 Newton. Olduğunu bilərək yükün çəkisini hesablayın. Tərpənən bloklar sistemidir. Hər bir blok bu 2 dəfə, bu da 2 dəfə qazanc verdiyi üçün sistem 4 dəfə qazanc verəcək. Yəni F bərabər olacaq P bölünsün 4-ə. Buradan P bərabər olacaq 4 F-ə. Yəni 4 vurulsun 20 bərabər olacaq 80 Newtona. Doğru cavab olacaq 80 Newton. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. Neçə saniyə ərzində cisim 150 metr yol gedər. Biz bilirik ki, sürətin zamandan asılı qrafikinə görə gedilən yol fiqurun sahəsidir. Buradakı bizdən T-ni istəyir. S sahə bərabərdir trapesiyadır. 35 üstə gələk 15 bölək 2. Bura hündürlükdə, burada T-dir. S-imizi bizə 150 verib. 150 bərabərdir. 35-in üstünə 15 gələndə 50 eləyir. 50-ni 2-yə böləndə eləyir 25T. Buradan da T-ni tapsaq, T bərabər olacaq 6 saniyə.